qurtarmalıdır. Dağlı Qarabağa separatçı rəhbərlər qorxaqdılar. Onların qorxaqlığını orada yaşayan ermənilər görüblər. Ermənistanda yaşayan ermənilər görüblər. Nə qədər adam fərar eləyib. Onların o xunta başçısı gizlənmişdi bunkerdə. Burnunu belə bayra çıxara bilmirdi. Və hanı sənin hünərin, cəsarətin? Biz Ermənistan ordusunu çöktürdük. Və eyni zamanda Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Paşinyan son 2 il ərzində öz ölkəsini məhv edib və onda sadəcə olaraq fikirləşir ki, necə öz canını qurtarsın erməni xalqının qəzəbindən. Biz Kaçaryan, Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlı Qarabağ ərazisinə. Hanı sizin bəs qəhrəmanlığınız? Döşünə vurmusunuz dırnaq arası saxta qəhrəman ordinlərini. Çıxardın atın eşiyə o dəmir dümürləri. Sizi biz məğlub eləmişik. Paşinyan heç kimdir. Sizi, Kaçaryan və Sarkisyan, Azərbaycan xalqının calladları, Xocalı calladları, sizi biz məğlub eləmişik. Sizin ordunuzu